Valideynlərin çoxu fərqində olmadan uşağın danışığını gecikdirən ən böyük səhvi edir və bu səhv çox mərhəmətli göründüyü üçün təhlükəlidir. Uşaq nəsə istəyəndə danışmadan əvvəl valideyn artıq anlayır və dərhal verir. Su istədi, demədən verilir. Oyuncaq istədi, işarə ilə başa düşülür. Və nəticədə uşaq öyrənir ki, danışmağa ehtiyac yoxdur. Beyin çox ağıllıdır. Ehtiyac yoxdursa, funksiyanı inkişaf etdirmir. Danışıq da eynidir. Əgər uşaq istədiyini sözsüz əldə edirsə, beyin üçün danışmaq lazımsız bacarıq kimi qalır. Ən maraqlısı, bu uşaqlar çox vaxt hər şeyi başa düşür, amma danışmaqda passiv qalır. Çünki heç vaxt buna məcbur qalmayıb. Doğru üsul isə budur. Uşaqdan söz gözləmək, seçim vermək və ünsiyyət qurmağa təşviq etmək. Unutmayın, uşağa hər şeyi əvvəlcədən vermək sevgi deyil, inkişafın qarşısını almaqdır. Bəzən biraz gözləmək onun danışığı üçün ən böyük köməkdir. Sizinlə idi psixoloq Kərim Kərimzadə.